Rusiya ilə Özbəkistan arasında növbəti diplomatik insident yaşanıb. Rəsmi Daşkənd əvvəlcə Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Moskvada Böyük Vətən Müharibəsi adlandırılan İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə hazırlıq məqsədi ilə Səmərqənd səfərinin bayram ab-havasında baş tutacağını planlaşdırırdı. Lavrovun səfərinin Özbəkistanlı həmkarı Bəxtiyar Saidovun ad gününə təsadüf etməsinin isə Rusiya Xarici İşlər Nazirinin səfərinə əlavə bayram ab-havası qatacağı gözlənilirdi. Amma iki nazirin Səmərqənddəki Kədərli Ana abidəsi önünə əkil qoyması bu planları alt-üst etdi. Belə ki, abidənin üzərində iki yazının Özbək və İngilis dilində olması Rusiya Xarici İşlər Naziri Lavrovun xoşuna gəlmir. O, turk bələdçisinə üz tutaraq soruşur, İngilis dili bura hardan düşdü? Ancaq Rus dilində heç bir yazı görmürəm deyə Lavrov turk bələdçisindən soruşur. Lavrovun yanında duran Özbəkistanın Xarici İşlər Naziri Bəxtiyar Saidov isə bu söhbətə qarışmır. Özbəkistan Xarici İşlər Nazirliyi hələlik Lavrovun Kədərli Ana abidəsinə etirazı ilə bağlı hər hansı bir rəsmi şərh verməyib. Lakin bir gün sonra Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Odijon Tojiyev Lavrova cavab olaraq bildirib ki, özbəkləri Rus dilini öyrənməyə məcbur etmək olmaz. Bu barədə özbək deputat sosial şəbəkədə yazıb. Xarici dilin süni şəkildə təbliği məhəbbət yox, əks münasibət yaradır. Üstəlik, hörmət tələb oluna bilməz. O, təbii yolla yaranar. Əgər Moskvanın baş meydanında Özbək dilində yazı görünsə, bu barədə düşünərik.